Salam əzizləyicilər. Bütün dünyanı inandırmağa çalışdılar ki, atəşkəs Qəzzəyə nəfəs verəcək. Oradakı uşaqlara yeni bir həyat bəxş edəcək. Amma Qəzzədə soyqırım sadəcə səssizləşdi, dayanmadı. Olduğu kimi davam edir, sadəcə daha az danışılır. Atəşkəsdən bu yana artıq 350 nəfərdən çox adam şəhid olub. Bu rəsmi rəqəmdir. Reallıq isə həmişə rəsmi rəqəmlərdən ağır olur. Çünki meydanda hələ də dağıntı altından çıxarıla bilməyən insanlar var. Yaralıların sayı isə ölçülə bilməz həddə çatıb. Qəzzədə həyat sönmür. İnsanlar səssiz şəkildə yoxa çıxır. Bu müddətdə diqqətimi ən çox çəkən məsələ odur ki, bir vaxtlar yüksək səslə zamin duracaq deyən dövlətlər indi tam susub. Misir, Türkiyə və Qətər. Bu üç ölkə atəşkəs üçün, humanitar giriş üçün, siyasi təminat üçün ardıcıl bəyanatlar verdi. Amma indi nə səs var, nə reaksiya. Heç biri həmin sözləri xatırlamır. Heç biri məsuliyyətinə dönmür. Türkiyə məsələsi isə ayrıca bir paradoks oldu. Çox sərt şəkildə bəyan edildi ki, İsraillə iqtisadi əlaqələr dondurulacaq. Bunu bütün dünya eşitdi. Amma reallıqda əlaqələr dayanmadı. Ticarət davam edir. Fələstinə zamin durmaq başqa şeydir, iqtisadiyyatı riskə atmaq isə tamam başqa. Və bu ikinci addımda atılmadı. 2 dəfə vurulan bəyanat, 2 dəfə də icrasız qaldı. Bütün bunlar baş verərkən İsrail nə qazandı? Gəlin buna dürüst cavab verək. Atəşkəs İsrail üçün müvəqqəti qazanc mərhələsi oldu. Əvvəla əsirlərini geri aldı. Bu rejim içindəki narazılığı müəyyən miqdarda azaltdı. Ardınca ağlına gələn ən vacib addımı işə saldı. Dünya mediasında yüksələn etiraz aksiyaları səngidi. İnsanlar fikirlərini dəyişmədilər. Sadəcə gündəm sürətlə dəyişdi. Dünyanın diqqəti başqa yerlərə yönəldi. Qəzzədə əməliyyatlar yenidən başladı. Yəni atəşkəs bir dayanma deyildi. Bu sadəcə yeni cinayətlər üçün keçid idi. Kimsə bunu siyasi dondurma deyə bilər. Amma fakt budur. İsrail özünə lazım olan fasiləni götürdü və öz soyqırımına qaldığı yerdən davam edir. Amma ən ağır sual budur. Bəs Qəzzəyə nə daxil oldu? Cavab çox qısa və acıdır. Heç nə. Tibbi yardım daxil olmur. Qida yardımı daxil olmur. Çadırların içində insanlar aclıq və xəstəliklə mübarizə aparır. Xəstəxanalarda elektrik yoxdur. Əlbəttə, əgər xəstəxana qalmış olsa. Yaralıların böyük hissəsi təmiz su belə tapmır. Dünya bunu görür, amma mexaniki bir laqeydlik var. Sanki hamı məqsədimiz sadəcə danışmaq idi deyib geri çəkilib. Bugün, bu dəqiqə belə minlərlə insanın həyatı yardım maşınlarının içində daşınan tibbi ləvazımata bağlıdır. Və o ləvazimat sərhəddən keçmir. Bu səhnə mübarizənin ən sarsıdıcı tərəfidir. Çünki burada nə raket var, nə atəş səsləri. Burada soyqırım səssiz gəlir. Ehtiyac güclənir, amma yardım yoxdur. Qəzzədəki savaş artıq sosial şəbəkələrin gündəmində deyil, amma bu savaşın dayandığı anlamında da deyil. Əksinə, daha təhlükəli mərhələ başlayır. Çünki dünya susanda müharibə rahat genişlənir. Artıq heç kim yeni rəqəmlər paylaşmır, heç kim yeni başlıqlar atmır, heç kim humanitar böhranı dilə gətirmir. Bu, görünməyən müharibədir. Səssiz, amma daha da dağıdıcı. Bəzən düşünürəm ki, bu susqunluğun özü də bir stratejiyadır. Səs-küy olmayanda nə təzyiq olur, nə də ictimai baskı, nə də siyasi xərclər. Yəni, Qəzzənin taleyi hazırda informasiya boşluğuna düşüb. Vəziyyətin buradan sonra daha da ağırılması ehtimalı yüksəkdir. Çünki heç kim gündəmi geri çəkmək istəmir. Və soruşa bilərsiniz ki, biz nə edə bilərik? Ən azı həqiqətin unudulmasına imkan verməmək. Çünki Qəzzə unudularsa, susqun savaş daha da asan davam edəcək. Unudularsa, yardım getməyəcək. Unudularsa, yeni rəqəmlər sadəcə və sadəcə kağızda qeydə alınacaq və həyat eyni qaydada yox olmağa davam edəcək. Bu məsələnin ən təhlükəli tərəfi də budur. Görünməyən faciə, görünməyən savaş.